Belə görünür. Perpetuen salatı hazırlayırıq. Başlayaq. Bir kasa perpetuen var, yumuşam və qurutmuşam. İndi ondan 2 cür salat hazırlayacağıq. İlk salatımız çiyələkli perpetuen salatı olacaq. Perpetuenləri çox da xırda olmayan hissələrə ayırıram və kasaya əlavə edirəm. Bunu da ikinci kasamıza əlavə edirik. Salat üçün sos hazırlayırıq. Biraz zeytun yağı əlavə edirik. Üzərinə limon sıxırıq. Duz. Sosu qarışdıraq. Qozu xırda hissələrə bölürük. Əlavə edirik perpetuenin üzərinə. Burada doğranmış çiyələk var, onu da əlavə edirik. Hazırladığımız sosu üzərinə əlavə edəcəyik. Və biraz nar şərab əlavə edirik. İkinci salat üçün xiyarların qabığını soyuruq. Rəndələyirik. Daha sonra doğranmış perpetuenin üzərinə əlavə edirik. Sarımsaq əzirik üzərinə. Duz. Və üzərinə bir neçə qaşıq qatıq. Qarışdıraq. Ən son üzərinə biraz zeytun yağı gəzdirəcəm. Hər ikisi hazırdır və dadına baxacağım. Çiyələkli perpetuen salatının dadına baxıram. Belə görünür. Məncə çiyələklə perpetuen çox əla ikili olub, bir-birinə dadları çox yaraşır. İndi sarımsaqlı və qatıqlı perpetuen salatının dadına baxıram. Qatıqlı perpetuen salatı da belə görünür. Dadı çox əladır. Hər ikisi çox möhtəşəmdir. Dadı mükəmməldir. Siz də hazırlayın.